Əgər biz müqavimətin adını çəkiriksə, müqavimətin şəhidi deyiriksə, zənnimcə əlbəttə bunu öz düşüncəmdir, yanlış da ola bilər. Necə ki, Peyğəmbərin əmisi Həzrəti Həmzə ləqəbi nə idi? Seyyid-ü-Şühada idi də, hamı Seyyid-ü-Şühada deyirdi. Nə vaxta qədər? Ta İmam Hüseyn əleyhissalam şəhid olana qədər. Elə ki, İmam Hüseyn əleyhissalam şəhid oldu və bu Seyyid-ü-Şühada adı ilə İmam Hüseyn əleyhissalamın özü məruf oldu. Biz də bu yaxınlara qədər, Ağa Rəhbər şəhid olana qədər müqavimətin seyyidi deyəndə zehni təbadur nə idi? İlk zehnə gələn nə idi? Kim idi? Seyyid Həsən. İlk zehnə gələn Seyyid Həsən idi. Amma Ağa Rəhbərdən sonra müqavimət şəhidlərinin, İran şəhidlərinin seyyidi Axamnə idi. Əgər biz Axamnədən danışmaq istəsək, fəzilətlərindən danışmaq istəsək, hər bir sahədə danışa bilərik. İstər elmi cəhətdən, elmi də ki, bölə bilərik. Fiqh, üsul, rical, hədis elmi, Quran, təfsir, fəlsəfə, məntiq, irfan, hər nədən istəsək, dünyavi elmlərdən, yaxud şücaətindən, siyasi təhlillərindən, bəsirətindən, hər nədən istəsən danışasan, Axamnədən danışmaq olar. Bəzi adamlar haqqında deyirlər ki, bu cür şəxsiyyətlər dünyaya 100 ildən bir gələr. Amma mən deyərdim ki, Axamnə kimi şəxslər hətta 1000 ildən bir də gəlmir. Yəni, o cür böyük bir şəxsiyyət idi. Özü buyurur ki, mən tək avtobusda getməklə 10 dəqiqəlik, 15 dəqiqəlik fasilələrlə 20 neçə cildlərlə kitab mən oxumuşam. Asar oxumuşam. Ağa Rəhbər özü buyurur. Əlbəttə, ağanın bir dənə proqramı var idi, gündəlik neçə hissəyə bölmüşdü, onun neçə hissəsini kitab oxuyurdu. Məsələn, gündüzlər elmi kitablar oxuyardı, siyasi kitablar oxuyardı. Amma axşam yatanda adətən yüngül kitab oxuyardı. Və özü buyurardı ki, bizim ailədə istisnasız hər kəs kitab oxumadan yatmaz. Və buyurur ki, bu cür deyil ki, mən kitabı götürürəm əlimə, oxuyuram, yuxu tutur, yatıram kitabın üstünə. Xeyr. Bir kitabı oxuyuram, o yerdə ki, yuxum gəldi, kitabı qatlayıram, qoyuram kənara, ondan sonra yatıram. Və buyurur, bizim ailədə istisnasız hər kəs bu işi görür. Və buyurur ki, gərək bütün ailələr bunu özündə adət eləyir. Kitab oxumaq çox mühümdür. Kitab oxumağı heç nə əvəz eləmir. Ağa buyurur ki, əgər məsələn mən çıxıb 1 saat danışsam, bilsəm ki, bu 1 saatin nəticəsində bu cavanlar, bu İran xalqı, bu Şiə xalqı kitab oxumağa meyilli olacaq, deyir mən bu 1 saatı saat yarım eləyərəm. Yəni o nə qədər ki zəruri işlərim var, o işlərimdən kəsərəm, öz istirahətimdən kəsərəm, gələrəm, söhbət eləyərəm kitab barəsində. Kitab bu qədər zəruridir.